lazımdır ki, insan bilsin ki, salih sələflər kimlərdir? Sələf salih kimlərdir? Bu barədə Şeyx İmam İbn Baz rahimehullahın gözəl bir sözü var. Salih sələfləri vəsf edir. Onlar kimlərdir? Və deyir ki, hum əhlus sünnəti vəl cəmaə el-muttəbi'inə li Muhammedin sallallahu aleyhi və səlləm. Onlar əhl-i sünnə vəl cəmaədir. Salih sələflər deyəndə, yəni əhl-i sünnə vəl cəmaə. Muhammed sallallahu aleyhi və səlləmin yolunu gözəl şəkildə tutub gedənlərdir. Salih sələflər bunlardır. Sonra deyir ki, Şeyx İbn Baz rahimehullah deyir ki, necə ki fikir versəz, Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm soruşulanda ki, firqatun naciyə, nicat tapan, uğur qazanan firqə hansıdır? Allah Resulü sallallahu aleyhi və səlləm cavabında deyir ki, hum mən kənə alə misli mə ənə aleyhil yevmə və əshabi. Bugün mən və mənim əshabım nəyin üzərində isə onun üzərində yol tutub gedənlər, onlar nicat tapan firqədir.